Belə bir məsələyə baxaq. Birinci diploid bitkinin endosperm hüceyrəsində 66 xromosom, ikinci diploid bitkinin isə kök hüceyrəsinin bölünməsi zamanı anafaza mərhələsinin sonunda 64 xromosom sayılmışdır. Bu bitkilərin çarpazlaşmasından alınan və dölsüzlüyü Karpetchenko metodu ilə aradan qaldırılan hibridin somatik hüceyrəsinə neçə xromosom saymaq olar? Deməli, birinci bitkinin endosperm hüceyrəsində xromosom dəsti 66-dır. Endosperm hüceyrəsi 3 xromosom dəstinə malikdir. Deməli, haploid xromosom dəsti isə 22 olar. Dölsüzlüyü aradan qaldırmaq üçün bizə diploid xromosom dəsti lazımdır. İkinci bitkidə isə deyir ki, mitoz bölünmə baş vermişdir. Yəni kök hüceyrədə olduğu üçün mitoz bölünmənin anafaza mərhələsinin xromosom dəstini verib. Anafaza mərhələsində xromosom dəsti 4-dir. Haploid xromosom dəsti isə 16 olar. Dölsüzlüyü aradan qaldırmaq üçün diploid sayı bizə lazımdır. Hər iki xromosom dəstini toplayıb hibridin somatik hüceyrəsini müəyyən etmiş olarıq. Cavab 1.